Salam, hər vaxtınız xeyir olsun. Pul və banklar fənnində xoş gördük sizləri. Bugünkü mövzumuz kreditin zəruriliyi, mahiyyəti və funksiyaları və bu mövzuda müzakirə edəcəyimiz suallar kreditin zəruriliyi, kreditin yaranmasının obyektiv zəruriliyi və inkişaf etmə mərhələləri, kredit anlayışı, mahiyyəti və prinsipləri, dördüncü sual kreditin funksiyaları və beşinci sual banklar arası kreditin mahiyyəti. İlk olaraq kreditin zəruriliyi haqqında söz açmaq istəyirəm. Kreditin varlığı onun zəruriliyi ilə bağlıdır. O heç zaman ötəri xarakter daşımır. Tək-tək şəxslərə, ayrı-ayrı təsərrüfat subyektləri ilə, həmçinin də bu və ya digər ölkə ilə məhdudlaşmamışdır. Bu və ya digər şəraitdə kreditin həcmcə azalmasına gəldikdə, bu müxtəlif səbəblərdən irəli gəlir və başqa şəraitdə onun artması ilə inkişafı davam edir. Elmi yanaşma digər iqtisadi kateqoriyalar kimi kreditin də başlanğıcını diqqətə almağı, xatırlatmanı tələb edir. Kreditin meydana gəlməsinin aydınlaşdırılmasında əsas məsələ konkret tarix, hansısa qədim ölkə deyil, kredit münasibətlərinin hələ rüşvəyə halında olduğu bir vaxtda yavaş-yavaş öz əlamətlərini göstərməsidir. Bunlar elə əlamətlərdir ki, böyük inkişaf yolu keçməklə bugünə kimi gəlib çatmışdır. Yəni, kredit zərurətlə yarandığı kimi, onun inkişafı da zərurətdən irəli gəlmişdir. Kredit münasibətləri başlanğıcda pulsuz müəyyən maddi dəyərə malik əşyanın bir şəxsdən digərinə borc olaraq keçməsi şəklində fərz edilə bilər. Sonra həmin borcun eyni məhsulla razılaşdırılan kimi qaytarılması olmalı idi ki, cəmiyyətdə borc vermək və borc olaraq lazım gələn məhsulları əldə etmək adətləri yaranıb möhkəmlənsin. Hər halda bu primitivlik, borc alanın və verənin başqalarından mülkiyyətcə ayrılığı öz malına müstəqil sərəncam verə bilmək imkanını ehtiva etmişdir. Kreditin zəruriliyi məsələsində əhəmiyyətli cəhətlərdən biri cəmiyyətdə borc almağa ehtiyacın yaranmasıdır. Əgər ehtiyac olmasa, borc da alınmaz. Müasir anlamda ehtiyac ifadəcə kasıblıq, zəiflik kimi düşünülə bilər. Amma kredit münasibətlərinin yaranıb çox uzun müddət ərzində yoxsul və astavanlı insanların karına gəldiyini bilsək, aydın olar ki, ehtiyacı nəinki zəiflik, hətta yazılıq kimi də qəbul etmək olardı. İxtisas yönümlü məşhur elmi kollektivlər kreditin yaranmasını pulun yaranmasından sonra cəmiyyətin dahiyanə kəşfi adlandırır. Biz bunu çoxdan qəbul etmişik və inamımız bir daha artır ki, bunların vasitəsilə iqtisadiyyatda çox böyük problemlər həll olunur. Bu mənada kreditin müasir dövrdə zəruriliyi daha tutarlı dəlillərə əsaslanır. Amma bunları incələmək o qədər asan deyil. Və bizim fikrimizcə burada çətinlik ilk növbədə kreditin zəruriliyi, mahiyyəti, funksiyaları və rolu məsələlərinin hədsiz dərəcədə yaxın olmalarında, sanki bir-birinin daxilində olması kimi görüntülərindəndir. Fikrimizcə, təsərrüfat subyektlərinin kreditə meyil göstərməsi, onların nəzərində bu və ya digər vaxtda suda alınması zərurəti əsas iki səbəbdən irəli gəlir. Birincisi, kapitalın dövriyyəsi prosesində meydana çıxan uyğunsuzluqların ram edilməsi zərurəti, ikincisi isə kreditin xeyirliliyinin müəyyənliyidir. Baxmayaraq ki, inzibati amirlik sistemi, istehsal, satış, maliyyənin təşkili və sair cəhətlərdən bərk məhdudiyyətləri ilə səciyyələnirdi. Hətta bu rejimin özü də kreditsiz keçinə bilməmişdi. Həmin çərçivə daxilində kreditin özünə yol tapması, yaxud təsərrüfat subyektlərinin kreditə can atması, nəhayət ki, hakimiyyəti də kreditin zəruri olması faktı ilə barışmağa və daha sonra siyasi rejimin tələbləri daxilində onu dəstəkləməyə vadar etmişdir.
Müstəqil Azərbaycan Respublikasının timsalında kreditin zəruriliyini əsaslandırmağa gəldikdə, bu hələ ölkənin bazar iqtisadiyyatına keçmək yolundakı çalışmaları dövründə kredit münasibətlərinin təşkil edilməsində özünü göstərmiş, indi isə yeni inkişaf mərhələsinin tələblərinə görə inkişaf etdirilməsində təsdiqini tapır. İndi artıq bazar iqtisadiyyatlı ölkə olan Azərbaycan Respublikasında kreditə ehtiyac da, zərurət də vardır. Əlbəttə ki, kredit münasibətlərinin baş verməsi üçün bunlar vacibdir. Kreditə olan tələbatın ödənilməsinə gəldikdə, bu, kreditin mahiyyəti və mühüm atributları nəzərə alınmaqla təmin edilməli olur. İkinci sualımız, kreditin yaranmasının obyektiv zəruriliyi və inkişaf etmə mərhələləri. Müasir anlamda insanların böyük əksəriyyəti kredit haqqında nə isə bilir, iş adamları isə ondansa nə isə umur. İqtisadçılara gəldikdə isə onlar üçün kreditin mahiyyətini dəyərli elmi mənbələrə əsasən daha mükəmməl öyrənmək məsləhətdir. Və biz bu məsələdə seçim etməklə mövcud müddəaların ən layiqlərini öz layihələrimizlə birlikdə nəzərə çatdırırıq. Kredit meydana gəlməsi üçün hər şeydən əvvəl ona əlverişli mühit olmalıdır. Onun geniş məkanı əmtia pul münasibətləridir. Əmtia istehsalı və mübadiləsinin inkişaf səviyyəsi, onun məqsədləri, pul münasibətlərinin dairəsi kreditin varlığına çox tərəfli təsir göstərir. Əmtia pul münasibətləri kreditdən istifadə olunmasına şərait yaradır. Kreditin mahiyyəti müasir şəraitdə iqtisadiyyatın təşkili və idarə olunması xüsusiyyətləri ilə dəyər qanununun tələblərinin nəzərə alınması ilə əlaqəlidir. Bütün təşkilat formalarında olan müəssisələrin təsərrüfat müstəqilliyi, istehsal və satışla əlaqədar xərclərin ödənilməsi, müxtəlif təsərrüfat subyektləri ilə əlaqələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi tələbləri kredit münasibətlərinin baş verməsinə şərait yaradır. Kreditin mahiyyət xarakteristikası onun resursları bildirilmədən mümkün deyil. Kredit resurslarının yaranması və onların iqtisadiyyata yönəldilməsi bir sıra obyektiv amillərin təsiri altında olmaqla kreditin real surətdə təsərrüfat proseslərinə xidmət etməsini şərtləndirir. Ümumilikdə, bütün təsərrüfat sahələri üçün kapitalın dövriyyəsi mərhələləri, dövriyyədə olan kapitalın formaları, dövriyyənin başa çatması nəticəsində əldə olunan gəlirlər, təkrar istehsalın bu gəlirlərin hesabına davam etdirilməsi xarakterikdir. Kredit resursları onların sərəncamındakı kapitalın dövranı prosesində pul vəsaitlərinin gəlməsi və getməsi sayəsində yaranır. Amortizasiya ayırmaları, mənfəət, müxtəlif təyinatlı fondlar, gəlirlərin digər elementləri müvəqqəti sərbəstləşə bilir. Təbii ki, müasir idarə etmə ilə onlar bank hesablarında olmaqla məhdudlaşmayan müddətdə qalır. Neçə gün qalmasından asılı olmayaraq sərbəst olma müddətində onlar kredit resursları olaraq istifadə oluna bilir. Bunlar təcrid halında deyil, ümumilikdə kredit üçün samballı əsasa çevrilir. Və bütünlükdə ölkə iqtisadiyyatında bir şəhər, bir rayon, yaxud 100 müəssisə çərçivəsində bank hesablarındakı azad vəsaitlərin qalığı böyük məbləğə çatır. Kredit münasibətlərinin struktur elementləri olaraq səciyyələndirilən məsələlərdən biri kreditordan borcalana keçən obyektdir ki, o suda olaraq kreditordan borcalana keçən dəyər adlandırılır. Kreditin əsaslarından biri kimi xarakterizə edilən məsələlərdən biri kreditin hərəkət mərhələləridir. Məlumdur ki, kredit əvvəlcə yerləşdirilməli olur, müəssisələr və digər borcalananlar onu alıb istifadə edir. Müəyyən vaxtdan sonra krediti qaytarmaq imkanı yaranır və alınmış kredit məbləğinin kreditora qaytarılması da baş verir. Kreditləşdirmə müəyyən prinsiplərə əsaslanmaqla həyata keçirilir.
Kreditlər borclu tərəfin kreditora qaytarılmalıdır. Dünya praktikasına görə benefisiarın nəzərdə tutduğu müstəsna hallar məlumdur. Kredit maddi təminata malik olmalıdır. Təminatsız kreditlər müstəsna hallarda ola bilir. Alınan kreditlərə görə haqq ödənilməlidir. Hər bir kredit əqdinin müddət müəyyənliyi olmalıdır. Ümumilikdə kreditləşdirmə prinsipləri kreditin əsaslarından biridir. Üçüncü sualımız kredit anlayışı, mahiyyəti və prinsipləri. Kreditin mahiyyətinin aydınlaşdırılmasında onun fəaliyyət göstərdiyi mühitin, onunla yanaşı iqtisadiyyata xidmət edən digər iqtisadi kateqoriyalarla əlaqəsinin nəzərdən keçirilməsi mətləbə yaxınlaşmağa kömək edir. Kredit məhz hansı kateqoriyalar sırasındadır, hansı münasibətləri ifadə edir kimi sualların cavablandırılması burada yerinə düşər. Kredit münasibətlərinin pul münasibətləri ilə müqayisəsində onların bir sıra fərqləri müəyyən edilmişdir. Düzdür, kredit də pul münasibətləri sırasındadır. Kreditlərin başlıca olaraq pul formasında hərəkət etməsi bu cəhətdən diqqəti cəlb edir. Lakin kredit pul münasibətlərinin yalnız bir hissəsini təşkil edir və həcm etibarı ilə heç də onunla tənləşə bilməz. Pul öz funksiyalarını yerinə yetirməklə özünə məxsus mahiyyətini ortaya qoyur. Əmtəə və xidmətlərin ödənilməsində ekvivalent kimi çıxış etməklə cəmiyyət üçün olduqca faydalı iqtisadi alət olduğunu göstərir. Pulun kredit qismində hərəkəti isə tamamilə başqa münasibətləri səciyyələndirir. Əgər pul funksiyalarının yerinə yetirilməsi konkretləşdirilmiş ifadə ilə deyilsə, satıcı və alıcı arasındakı münasibətləri ifadə edərsə, kredit münasibətlərində iştirak edən tərəflər kreditor və borcalanlar sifəti ilə qarşılaşırlar. Sadəcə əlahiddə alqı-satqıda iştirak edənlər arasındakı sövdələrdə başqa şərtlər sabit qaldıqda ekvivalentli mübadilə baş verir. Tərəflər ümumi razılıqla sağollaşıb ayrılırlar. Kredit münasibətləri zamanı tərəflər müəyyən prinsiplərə də bayaq qeyd etdiyim kimi riayət etməlidirlər. Qaytarılmaq, müddətlilik, ödəncilik və təminat prinsipi. Kreditin qaytarılmalı olması onun mahiyyətindən irəli gəlir. Yəni, verilən vəsait geri qaytarılmalı olmasa, o heç kredit adlanmazdı. Bir iqtisadi kateqoriya kimi kredit, əmtəə pul münasibətlərinin digər iqtisadi kateqoriyalardan bilavasitə bu xüsusiyyəti ilə fərqlənir. Müddətlilik prinsipi onu tələb edir ki, borc vəsaiti borc alanın dövriyyəsində müəyyən müddət iştirak etməlidir və bu müddət başa çatdıqdan sonra o geri qaytarılmalıdır. Müddətlilik, yəni borcun əvvəlcədən müəyyən edilmiş müddətdə geri qaytarılması, borcdan səmərəli istifadə olunduğunu göstərir. Kreditin müəyyən olmuş müddətdə geri qaytarılmaması əsassız olaraq müəssisənin dövriyyəsində borc vəsaitinin iştirakından xəbər verir və pul tədavülünə mənfi təsir göstərir. Kreditin vacib prinsiplərindən biri də onun ödəncli olmasıdır. Bu deməkdir ki, kredit nəinki müəyyən olmuş müddətdə tam qaytarılmalıdır. Həmçinin kreditdən istifadəyə görə ödənc, yəni faiz ödənilməlidir. Kreditin ödəncli olması borcalanda kreditdən səmərəli istifadə etmək məsuliyyəti aşılayır, onda daxili resursları artırmaq marağı oyadır. Kreditin vaxtında və tam qaytarılması şərtlərindən biri də kreditin təminatlı olmasıdır. Təminatlıq prinsipi kimi kreditin ödəniş vaxtı çatarkən kredit ödənilmədikdə onun ödənilməsini təmin edən faktor başa düşülür. Əvvəllər kreditin təminatı kimi əsasən mal materiallardan istifadə edilirdi.
Yəni kreditlər vaxtında ödənilmədikdə kreditor öz borcunu və faizlərini həmin maddi qiymətlərin reallaşdırılması vasitəsilə təmin edirdi. Bazar münasibətlərinə keçid kreditin bu prinsipinin də mahiyyətini dəyişdirmişdir. Son illərə qədər kreditin təminatlılığı dedikdə onun maddi qiymətlərlə təmin olunması, yəni kredit müqabilində onun dövriyyəsindəki material qiymətləri mövcudluğu başa düşülürdü. Təminatlılıq borcun vaxtında və tam ödənilməsinin qarantı olmaqla borc alanın kreditora verdiyi hüquqi cəhətcə rəsmiləşdirilmiş öhdəlik forması xarakteri daşıyır. Yaxşı işləyən müştəri güzəştli qaydada kreditləşdirilir, pis işləyənlərə isə kredit cəzaları tətbiq edilir. Hal-hazırda kreditləşmə müştərinin kredit qabiliyyəti əsasında həyata keçirilir və bu prinsipə görə kredit ehtiyacı olan müştərilərə deyil, kredit qabiliyyətli müştərilərə verilir. Kreditin funksiyaları kredit borc əsaslı maliyyə münasibətlərinin formasıdır və iqtisadi sistemin vacib tərkib hissəsidir. Onun əsas funksiyaları iqtisadiyyatda vəsaitlərin səmərəli bölgüsünü təmin edir və maliyyə axınlarını tənzimləyir. Birinci funksiyası yenidən bölüşdürmə funksiyasıdır. Bu funksiya kreditin əsas iqtisadi rolunu əks etdirir. Kredit sərbəst maliyyə vəsaitlərinin bir sahibindən digərinə keçidini təmin edir. Məsələn, vətəndaşların banklara yatırdığı əmanətlər banklar tərəfindən kredit şəklində sahibkarlara və ya digər şəxslərə verilir. Bu proses nəticəsində iqtisadiyyatda vəsaitlər bu nöqtədə toplanmır, ehtiyacı olan sahələrə yönləndirilir və beləliklə kredit resursları istehsalın, xidmətlərin və ticarətin genişlənməsinə şərait yaradır. Kreditin ikinci funksiyası kapitalın toplaşma və hərəkətliliyi funksiyasıdır. Kreditlər sayəsində cəmiyyətin müxtəlif təbəqələrində və müəssisələrdə olan sərbəst pul vəsaitləri mərkəzləşdirilir və dövriyyəyə cəlb olunur. Banklar və digər maliyyə institutları bu vəsaitləri toplamaqla həm iqtisadiyyatda ümumi kapital səviyyəsini artırır, həm də onun daha sürətli və çevik şəkildə hərəkət etməsini təmin edir. Və bu nəticəsində iqtisadi resursların boş durması əngəllənir və resurslar aktiv fəaliyyət sahələrinə yönəlir. Üçüncü funksiya iqtisadi artımı stimullaşdırma funksiyasıdır. Kreditlər istehsal müəssisələrinin və fərdi sahibkarların genişlənməsi, yeni texnologiyaların tətbiqi, infrastrukturun yaradılması və digər iqtisadi fəaliyyətlərin maliyyələşdirilməsi üçün əsas mənbədir. Bu, yeni iş yerlərinin açılmasına, vergi daxil olmalarının artmasına və ümumdaxili məhsulun böyüməsinə səbəb olur. Kredit iqtisadi dinamizmi təşviq edir və iqtisadi artım üçün bir maliyyə mühərriki kimi də çıxış edir. Dördüncü funksiya pul dövriyyəsinin tənzimlənməsi funksiyasıdır. Kredit sistemi iqtisadiyyatda dövriyyədə olan pul miqdarına bilavasitə təsir göstərir. Mərkəzi bank uçot dərəcəsini artırmaq və ya azaltmaqla kommersiya banklarının kredit vermə imkanlarını tənzimləyir. Kredit genişləndikdə dövriyyədə pul artır, sıxıldıqda isə azalır. Bu funksiya inflyasiya və deflyasiya kimi makroiqtisadi proseslərin idarə olunmasında mühüm rol oynayır və nəticədə dövlətin monetar siyasəti vasitəsilə qiymət sabitliyi və iqtisadi tarazlıq da təmin edilir. Beşinci funksiya nəzarət funksiyasıdır. Kredit münasibətləri zamanı borc verən tərəf borcalanın fəaliyyətini izləmək və riskləri idarə etmək məqsədi ilə nəzarət mexanizmlərini işə salır. Kredit müqaviləsində müəyyən olunan şərtlərə əməl olunub-olunmaması mütəmadi yoxlanılır. Bu nəzarət vəsaitlərin düzgün istifadəsini və kreditin geri ödənilmə ehtimalını da artırır və eyni zamanda bu funksiya vasitəsilə banklar və digər kreditorlar risk menecmentini daha effektiv həyata keçirə bilirlər. Və nəhayət mövzumuzun sonuncu sualı banklar arası kreditin mahiyyəti. Banklar arası kredit kommersiya banklarının
olsun ki ixtisaslaşmış banklarında öz aralarında qarşılıqlı və ya bir tərəfli əsaslarda vaxtaşırı olaraq, yəni ehtiyac yarandıqda kredit münasibətlərinə girməsini təmsil edir. Başqa bir vəziyyətdə kommersiya bankları sonuncu instansiya olaraq kredit almaq üçün Mərkəzi Banka müraciət edir. Bu halda verilən su da Mərkəzi Bankın kreditləri adlanır. Bəzi hallarda kreditin formaları borca verilən dəyərin növünə görə müəyyən edilir. Bu zaman o, kreditin əmtəə forması, kreditin pul forması və qarışıq forması olaraq təqdim olunur. Müvafiq surətdə birinci halda kreditlərin maddi daşıyıcısı əmtəələrdən, ikinci halda puldan və üçüncü halda kreditin həm əmtəə və həm də puldan ibarət olmaqla formalaşması göstərilir. Əlbəttə ki, kreditin maddi daşıyıcılarına istinad edilməklə kreditin formalarının izahı da məna kəsb edir və xüsusi etirazlarla qarşılanmadan elmi yanaşmalar sırasında yer almışdır. Biz bunları məhz həmin səbəblərə görə də təqdim etdik. Banklararası kredit bankların birində resurs çatışmazlığı, digərində isə artıq resurs olan zaman onların bir-birlərinə verdikləri kreditlərdir. Praktiki olaraq bütün bankların vaxtaşırı sərbəst kreditləri, sərbəst kredit resursları olur. Bank, manat və xarici valutalarda depozitlərin yerləşdirilməsi və qəbulu üzrə əməliyyatlarla bərabər pul vəsaitlərinin digər banklara bağladığı iki tərəfli kredit sazişləri əsasən yerləşdirilməsi və cəlb olunması həyata keçirir. Banklararası kreditlər həm əvvəl bu cür kreditləri cəlb edən korrespondent banklara, həm də kredit xətti olmayan banklar üçün verilir. Sonuncular üçün banklararası kreditlər müxtəlif növ təminat müqabilində açılır. Banklararası kreditlər üzrə limitlərin açılmasında maraqlı olan banklar üzrə limitlərin təyin olunması və nəzarətdə saxlanılması üçün onların etibarlılığını və sabitliyini əks etdirən mali göstəricilərin qiymətləndirilməsi aparılır. Bu zaman banklararası kredit əməliyyatları yalnız iki tərəfli baş sazişlər çərçivəsində aparıla bilər. Bu da öz növbəsində tərəfdaş bankın mali sabitliyinin monitorinqinin daimi əsaslarda keçirilməsini tələb edir. Və ənənəyə sadiq qalaraq mühazirəmizi bir statla yekunlaşdırıram. Kredit yalnız pul vermək deyil, bir ümidə yatırım etməkdir. Növbəti görüşlərədək.